Salam dostlar, hamınızı xoş gördük. Bugündən fəlsəfə dərslərinə başlayırıq. Məqsəd fəlsəfə haqqında ümumi bir təsəvvür yaratmaqdır. Yeni başlayanlar üçün, fəlsəfə haqqında məlumat olmayanlar üçün. Burada məqsəd tanışlıq olduğu üçün mən məsələləri ümumi şəkildə müzakirə edəcəm. Yəni təfərrüata daxil olmayacağam, detalları müzakirə etməyəcəm. Çünki yeni başlayanlar üçün hansısa bir sahəni, bu tək fəlsəfə deyil, ümumiyyətlə hansısa bir sahəni bütün detalları ilə oxumaq, öyrənmək bu məsləhət deyil. Həm yorucu ola bilər, həm də ümumiyyətlə yeni başlayan üçün onu qavramaq çətin ola bilər. Ona görə ilkin mərhələdə bu məsələləri üzdən keçmək məsləhətdir. Sonrakı mərhələlərdə kimsə bu sahəni daha dərindən öyrənmək istəsə, o zaman bu sahəni daha dərindən məşğul ola bilər. Ya müəllimlə, ya kitablarla və s. Amma ilkin mərhələdə üzdən keçmək məsləhətdir. Amma bu o demək deyil ki, biz məsələlərə səthi toxunacaq. Xeyr, bütün məsələləri fəlsəfədə müzakirə olunan bütün məsələləri müzakirə edəcək. Onların necə, yəni müsəlman filosofların əsərlərində necə müzakirə olunduğunu, müsəlman filosofların o barədə rəylərini hamısını yəni qeyd edəcək. Fəlsəfənin mahiyyəti, mövzusu, məsələləri, hədəfi, metodologiyası, bunlar hamısı təbii ki, burada müzakirə olunacaq. Amma dediyim kimi tam detallara varmayacaq. Fəlsəfə dərslərində, yəni bu dərsləri keçməkdə digər bir məqsəd isə bizdə fəlsəfəyə qarşı, xüsusən Azərbaycanda fəlsəfəyə qarşı həm bir məlumatsızlıq var, məlumatsızlıq. Yəni bizim insanlar fəlsəfəni sözün həqiqi mənasında, yəni ümumi kütlədən danışıram, fərdlərdən yox. Təbii ki, fəlsəfəni bilən, fəlsəfəni oxuyan insanlar var, amma ümumi baxanda, faizə nisbətə baxanda görürük ki, demək olar ki, fəlsəfə bizdə ciddi bir sahə kimi qəbul olunmur. Fəlsəfəyə buna görə diqqət çox azdır, maraq azdır. Yəni fəlsəfə bir növ maraqsız, məntiqsiz bir sahə kimi qəbul olunur. Bəziləri isə fəlsəfəni çox çətin anlaşılan, çox qəliz, mürəkkəb bir sahə kimi anladıqlarına görə, ona görə fəlsəfəyə maraq demək olar ki, yox səviyyəsindədir. Bəzi insanlar ümumiyyətlə fəlsəfəni faydasız bilirlər. Fəlsəfənin müqabilində science, təcrübə elmləri, texniki elmləri alternativ olaraq təqdim edirlər ki, fəlsəfə ilə məşğul olduğumuza, məsələn, təcrübə elmlərlə məşğul olmaq, kompüter elmlərlə məşğul olmaq bu daha məqsədlidir. Çünki fəlsəfənin həyatımıza nə faydası var? İnsanlığa, bəşəriyyətə nə faydası var? Ondan sonra gedərəm fizika, kimya, biologiya, nə bilim, kompüter oxuyaram, kompüter elmlərini oxuyaram və bəşəriyyət üçün daha faydalı olar, özüm üçün daha faydalı olar. Həm məişət həyatım üçün faydalı olar, bir gəlir yerim olar, pul qazanaram, həm də insanlıq üçün bir faydam olar. Ona görə insanlarda fəlsəfəyə qarşı bu cür bir neqativ yanaşma var ki, fəlsəfə boş bir sahədir, mənasız bir sahədir, maraqsız bir sahədir. Ona görə bu elmi oxumağa, bu sahəni oxumağa ehtiyac yoxdur. Bizdə ümumi baxış bu cürdür. Ya da bəzilər dediyim kimi qorxurlar ki, yox, fəlsəfə çox qəliz bir sahədir. Ona görə fəlsəfəni oxumaq, yəni onu başa düşmək bu çox çətin bir şeydir. Bunu ancaq nadir insanlar ancaq oxuyub başa düşə bilərlər. Amma hər iki yanaşmanın ikisi də səhvdir. Həm fəlsəfə deyildiyi kimi faydasız bir sahə deyil, xeyr, fəlsəfə faydalı bir sahədir. Heç də təcrübə elmlərdən geri qalmır. Həyatımızın bütün sahələrinə təsir edir fəlsəfə, hər an təsir edir, hər gün təsir edir, hər vaxt təsir edir. Bunu ötən, yəni növbəti dərslərdə izah edəcəyim, necə fəlsəfə bizim həyatımıza təsir edir. Və həmçinin fəlsəfə elə də bir qəliz, yəni çox qəliz bir sahədir. Bəli, fəlsəfə digər sahələrdən nisbətən çətin ola bilər. Çünki burada düşünmək lazımdır, baş yormaq lazımdır, beyin yormaq lazımdır. Burada nisbətən bir azad düşüncə də var. Filosof odur. Yəni fəlsəfə, filosof həm də bir qədər bir azad düşüncə sahibi, yeni bir cığır aça bilən mütəfəkkir insandır. Bu düzdür, amma bu o demək deyil ki, yəni fəlsəfə çox çətin bir sahədə heç kim başa düşə bilməz, ancaq nadir insanlar bu fəlsəfədəki qəliz cümlələri, mətləbləri başa düşə bilər. Xeyr, iki yanaşmanın ikisi də səhvdir. Bunun səhv olduğunu bilmək üçün mən tövsiyə edirəm bu dərsləri izləyin. Bu dərsləri izlədikcə görəcəksiniz ki, fəlsəfə heç də iddia olunduğu kimi nə maraqsız və məntiqsiz və boş bir sahə deyil, faydasız bir sahə deyil, nə də iddia olunduğu kimi fəlsəfə qəliz, çətin anlaşılan bir sahə deyil. Ona görə bizdə fəlsəfəyə qarşı bir fobiya var, yəni sözün həqiqi mənasında Azərbaycanda bir fəlsəfə fobiya var. Bu dərslərin əsas məqsədi də bu fobiyanı aradan qaldırmaqdır. Ki, fəlsəfəyə qarşı olan bu fobiyanın həqiqətdə
çox ciddi əsasları yoxdur. Bir şeyə qarşı fobiyanı aradan qaldırmaq üçün nə etmək lazımdır? O sahəni araşdırmaq lazımdır. O sahəni yaxşı bilmək lazımdır. İnsan məşhur belə bir deyim var. İnsan bilmədiyinin düşmənidir. İnsan bir şey bilməyəndə ona qarşı onda neqativ hisslər, fikirlər yana bilər, fobiya yarana bilər. Bu fobiyanı, bu qorxunu, bu neqativliyi aradan aparmaq üçün o şeyi öyrənmək lazımdır. Fəlsəfədə həmçinin fəlsəfəyə qarşı dediyim kimi bizdə ciddi bir fobiya var. Bu dərsləri biz əgər izləsək, axıracan görəcəyik ki, bu fobiyanın heç bir ciddi, rasional bir əsası yoxdur. Gəlin əvvəlcə tanışlıq məqsədi ilə olan bəzi məsələlərə toxunaq. Ondan sonra biz fəlsəfənin əsas mövzularına daxil olacaq. Birinci məsələ fəlsəfənin etimologiyasıdır. Fəlsəfə sözünün etimologiyasıdır. Deməli dostlar, fəlsəfə Yunan mənşəli sözdür. Filosofiya. Bunu çoxunuz eşitmisiniz, çoxunuz oxumusunuz. Filo hikmət, müdriklik deməkdir. Sofiya da sevmək. Belə olan təqdirdə nə olur? Fəlsəfə hikməti, müdrikliyi sevməkdir. Deməli, fəlsəfə nədir? Hikməti və müdrikliyi sevməkdir. Bəs filosof nədir? Filosof hikməti, müdrikliyi sevən şəxsə verilən addır. Bu ilk dövrlərdə bu cür işlənirdi. Burada da qeyd eləmişəm, sonradan fəlsəfə daha geniş mənada işləndi, yəni alim mənasında işləndi. Nəyə görə? Dostlar, bu çox önəmlidir. Çünki filosof, əgər biz desək, filosof hikməti, müdrikliyi sevən şəxsdir, bu təbii ki, mənanı tam ehtiva etmir. Çünki sevmək və olmaq, bunlar arasında bir fərq var. Sevmək və olmaq. Hər sevən məqsədinə çatmır. Məsələn, bir insan tutalım riyaziyyatı sevə bilər, bir insan kimyanı sevə bilər, bir insan coğrafiyanı sevə bilər, amma o demək deyil ki, o coğrafiyanı sevirsə, mütləq coğrafiya üzrə tədqiqatçı alim olacaq, fəlsəfə üzrə və ya riyaziyyat üzrə həmin sahənin dərin bir bilicisinə çevriləcək. Fəlsəfə də o cürdür, filosof da o cürdür. Yəni, filosof hikməti, müdrikliyi sevən şəxsdir. Amma bu o demək deyil ki, bir insan hikməti, müdrikliyi sevirsə, özü də hikmətli və müdrik olacaq. Ona görə təkcə sevməklə iş bitmir. Bu baxımdan filosof sözü ki, ilk dövrlərdə bu mənada işlənirdi və söz bu cürdə günümüzə gəlib çatıb, əgər sırf etimoloji cəhətdən, leksik mənasına baxsaq və ya sözün kökünə baxsaq, hansı məqsədlə bu söz bu cür istifadə olunub, ona baxsaq, görək ki, o istənilən mənanı tam çatdırmır. Niyə? Çünki dediyim kimi, təkcə sevməklə iş bitmir. Həkim olmaq, hikmətli olmaq, müdrik olmaq, bu artıq başqa bir mərhələ və səviyyədir. Fəlsəfə sözünün özü bizim dilimizə ərəb dilinə keçib, dostlar. Çünki filosofiya və ya fəlsəfə sözü filosofiya, bu Yunan mənşəli sözdür. Filosofiya Yunan mənşəli sözdür. Fəlsəfə ərəb dilinə edilmiş tərcümədir. Yəni, müsəlman alimlər filosofiya sözünü tərcümə edəndə bunu fəlsəfə şəklində tərcümə ediblər və bizim dilə də söz o Yunan dilindəkindən yox, ərəb dilindən keçib. Ona görə biz fəlsəfə deyirik. Və çox maraqlıdır ki, ərəblər fəlsəfəyə hikmət də deyirlər. Hikmət. Və filosofa həkim deyirlər. Bizdə həkim deyəndə adətən doktor, təbib nəzərdə tutulur. Amma ərəb dilli kitablarda, müsəlman filosofların kitablarında və ya digər müsəlman mütəfəkkirlərin kitablarına baxanda görürük ki, onlar ərəb dilində filosofa feyləsuf deyirlər. Amma onlar feyləsuf sözündən daha çox həkim sözünü işlədirlər. Aydındır? Deməli, ərəb dilli kitablarda fəlsəfə yerinə hikmət sözündən daha çox istifadə olunur və filosofa onlar daha çox həkim deyirlər, yəni hikmət sahibi, fəlsəfəni bilən şəxs. Fəlsəfə sözü necə ortaya çıxdı? Bu da çox maraqlı bir məqamdır. Deməli, antik Yunanistanda Sokratdan qabaq, miladdan əvvəl 5-ci əsrdə ondan qabaq sofistlər vardı. Bu sofist, ümumiyyətlə sofist alim deməkdir. Bir qrup insan var idi ki, özlərinə sofist, yəni alim deyirdilər. Deməli, dostlar, bunların əsas xüsusiyyətləri nədir? Bunların əsas xüsusiyyətlərindən biri budur ki, onlar həqiqətin meyarını insan idraki hesab edirdilər. Yəni, həqiqətin meyarı nədir? İnsanın idrakidir. Bu nə deməkdir? Həqiqətin meyarı insan idrakidir. Yəni, mütləq və obyektiv
həqiqət yoxdur. Bizim həqiqət dediyimiz şey bizim qavradıqlarımızdır, dərk etdiklərimizdir. Mən nəyi dərk edirəmsə, o həqiqətdir. Nəinki o obyektiv bir gerçəklikdir, yəni mənim zehnimdən kənarda müstəqil bir həqiqət var. Mən əgər onu dərk edə bilsəm, o zaman o həqiqətdir. Xeyr, belə bir şey yoxdur. Yəni zehnimdən kənarda müstəqil bir həqiqət yoxdur. Həqiqət dediyim şey, reallıq dediyim şey nədir? Mənim qavradığımdır. Ona görə meyar xarici aləm deyil, müstəqil o gerçəklik deyil. Meyar mənim qavradığımdır. Aydındır? Bu onların əsas belə deyim, xüsusiyyətlərindən biridir, yanaşmalarından biridir. Ona görə sofistlərin ontologiyaya, epistemologiyaya baxışları nisbətən fərqlidir. Məsələn, məşhur sofistlərdən Gorgias nə deyirdi? Deyirdi ki, mütləq həqiqət yoxdur. Bayaq dediyim səbəbə görə. Mütləq həqiqət yoxdur. Həqiqət dediyimiz şey bizim dərk elədiyimiz şeydir. Olsa belə, əgər fərz etsək ki, həqiqət deyilən bir şey var, olsa belə onu biz dərk edə bilməliyik. Yəni, insan o həqiqəti dərk edə bilməz. İnsanın bilik kanalları, ağlı, hiss üzvləri o mütləq həqiqəti dərk etmək iqtidarında deyil, ona qadir deyil. Və hətta biz onu dərk etsək belə, onu başqalarına ötürə bilmərik, başqalarına izah edə bilmərik, başqalarına çatdıra bilmərik. Görürsünüz, birinci mərhələdə mütləq həqiqət yoxdur, hər şey nisbidir. Niyə? Çünki mütləq həqiqət yoxdursa və meyar insan idrakıdırsa, insan da idrak etdikləri şeylər fərqlidir. Fərqli olanda o zaman mənim həqiqətimlə sənin həqiqətin, bizim həqiqətimizlə başqalarının həqiqəti neyinir? Fərq edir və nəticədə ortada nisbilik yaranır. Aydında mütləq həqiqət yoxdur. Olsa belə fərz edə mütləq bir həqiqət var, amma biz onu dərk edə bilmirik. Yenə də nisbilik yaranır. Niyə? Çünki biz onu dərk eləmədiyimiz üçün hərənin dərk elədiyi özünədir. Heç birimizin əli o mütləq həqiqətə çatmadığı üçün hərə özünə görə bir şeylər dərk eləyir. Və bizim dərklərimizdə o mütləq həqiqəti əks etdirmədiyinə görə, ona görə də nə yaranır? Nisbilik yaranır. Aydındır. Və hətta dərk etsək belə, onu başqalarına ötürə bilmərik. Yenə nisbilik yaranır. Niyə? Çünki fərz edək ki, mən həqiqəti tapmışam, amma onu başqasına ötürə bilmirəm. Deməli, o mənim dərk elədiyimdən xəbərdar olmayacaq. O da çatıbsa, o da mənə ötürə bilməyəcək. Yenə də nə yaranır? Həqiqətin nisbiliyi yaranır. Bu sofistləri, belə deyim, sofistlərin əsas yanaşmalarından biridir. Həqiqətin nisbiliyi. Deməli, dostlar, sofistlərin əsas məqsədi nə idi? Sofistlərin əsas məqsədləri həqiqəti tapmaq deyildi. Onlar insanları inandırmağa çalışırdılar. Onların məqsədi insanları inandırmaq idi. Ona görə onlar məsələn yaxşı vəkil olurdular, yaxşı şair olurdular, yaxşı xətib olurdular. Onların məqsədi insanları inandırmaq idi və onlar müəyyən pulun müqabilində bu işlərlə məşğul olurdular. Çünki müəyyən öhdəliklər götürürdülər və bu işləri icra etmək üçün onlar nəyə ehtiyac duyurdular? Qarşı tərəfi inandırmağa. Və buna görə də onlar daha çox bəlağətlə məşğul olurdular, topika ilə məşğul olurdular, məntiqlə məşğul olurdular. Çünki bəlağət nəyə kömək edir? Gözəl danışmağa, təsir etmək üçün. Topika nədir? Topika inandırmaq üçün vasitələrdən istifadə etməkdir. Cədəl dediyimiz bu, əsas hədəfi nədir? Qarşı tərəfi inandırmaqdır. Və o qarşı tərəfi inandırmaq üçün o istənilən vasitədən istifadə etməyə hazırdır. Əsas məqsəd həqiqəti tapmaq deyil, əsas məqsəd qarşı tərəfi inandırmaqdır. Ona görə o istifadə edə biləcək bütün vasitələrdən istifadə edir ki, qarşı tərəfini dinləsin, razı sala bilsin, inandıra bilsin. Və məntiqdən də istifadə edir. Nəyə görə? Çünki əsaslandırmaq üçün məntiqi qaydalara da ehtiyac duyur. Sofistlər öz arqumentlərində məntiqi səhvlərə, yanlış mülahizələrə, yanıltmalara yol verdiklərinə görə sofist sözü tədricən negativ mənada işlənməyə başladı və bu sözdən törəyən səfsətə sözü zahirən doğru görünən, amma əslində səhv olan mülahizə və ya düşüncə tərzi mənasını verir. Bu, indi günümüzdə də çox işlənir. Axı, səfsətə sözünü biz çox işlədirik. Məsələn, biri danışanda deyirik, səfsətə edir. Yəni nə? Yəni, yanlış məntiqi mülahizələr yürüdür. Argumentlərində, əsaslandırmalarında xətalara yol verir. Ona görə səfsətə sözü tədricən negativ bir məna daşımağa başladı. Sofist sözü negativ bir məna daşımağa başladı. Baxmayaraq ki, əvvəllər sofist alim mənasında işlənirdi. Amma sonradan fəlsəfə ilə səfsətə bir-birindən ayrılanda, bunlar arasındakı fərq dəqiq aydın olandan sonra artıq səfsətə sözünü negativ mənada işlətməyə başladılar.
Sokrat özünü sofistlərdən ayırmaq üçün mövzu nə idi bayaq dedim? Fəlsəfə sözü necə ortaya çıxdı? Baxın bu cür ortaya çıxdı ki, Sokrat özünü sofistlərdən ayırmaq üçün filosof, yəni hikməti sevən şəxs adlandırdı. Sokrat həm özünü sofistlərdən ayırmaq istəyirdi. Baxmayaraq ki, sofistlər özlərinə alim deyirdilər, amma axı onların istifadə etdikləri arqumentlərin keyfiyyəti bəlli idi, aydın idi. Onlar necə yanıltmalardan və məntiqi xətalardan, yanlış mülahizələrdən istifadə edirlər. Sokrat istəmirdi ki, o da özünə sofist desin, nəticədə onu həmin qrupla, dəstəklə qarışdırsınlar. Ona görə o nə etməli idi? Fərqli bir ad, fərqli bir ünvan seçməli idi. Özünə filosof dedi. Həm bu fərqliliyi nəzərə çatdırmaq istirdi, həm də burada bir təvazökarlıq da var idi. Məsələn, bunu yazanlar, tədqiqatçılar deyirlər ki, Sokrat burada bir təvazökarlıq etmək istirdi ki, bu özünü alim yox, hikməti, müdrikliyi sevən şəxs olaraq vəsf elədi. Filosof nə idi? Bayaq dedik, hikməti, müdrikliyi sevən şəxs, nəinki hikmətli, müdrik. Aydındır? Filosof sözü dostlar bu cür ortaya çıxdı. Lakin bu söz tədricən sofist sözü kimi alim mənasında işlənməyə başlandı. Təbii ki, sözün ortaya çıxma forması bu cür olsa da, sonradan filosof deyəndə day hikməti sevən, müdrikliyi sevən mənasında işlətmədilər. Bayaq izah elədiyim kimi, hikməti sevmək, müdrikliyi sevmək, bu çox insanda var, amma hamı hikmətli, müdrik ola bilmir. Ona görə filosof sözü sonradan ensiklopedik biliyə malik olan, düşüncə dünyasında Kopernik inqilabları edən şəxslər barədə istifadə olunmağa başladı. Və onu deyim ki, qədimdə filosof sözünün çox böyük bir çəkisi var idi. Yəni, indi Azərbaycandakı kimi deyil də, yəni hamı özünü filosof adlandırsın. Kim tutalım, 2 dənə maraqlı qəliz söz deyir, özünü filosof adlandırsın. Xeyr, qədimdə elə deyildi. Qədimdə filosof sözünün bir çəkisi var idi, ağırlığı var idi. Filosof ensiklopedik biliyə malik olan şəxsə deyirdilər. Ona görə hamı filosof ola bilmirdi. Filosof fərqlənirdi. Filosofun bir ağırlığı var idi düşüncə dünyasında. Aydın dostlar. Ona görə filosof sözü sonradan alim kimi işlənməyə başladı. Müsəlman dünyasında fəlsəfə sözünün mənası, fəlsəfə sözü necə istifadə olunmağa başladı? Müsəlman alimlər fəlsəfə sözünü daha geniş mənada istifadə etməyə başladılar. Onların terminologiyasında fəlsəfə hansısa konkret bir sahənin, fənnin adı deyildi. Baxın, müasir dövrdə fəlsəfə deyəndə artıq bu xüsusi bir fənnə, xüsusi bir sahəyə çevrilib, xüsusi bir fənnin adıdır. Amma müsəlman filosoflar fəlsəfə sözünü bu cür konkret məhdud sahədə işlətmirdilər. Onların terminologiyasında fəlsəfə daha geniş mənada işlənirdi. Daha geniş səpkidə istifadə olunurdu. Bu ad ümumi olaraq bütün əqli elmlər üçün istifadə edilirdi. Baxın, bu ad bütün əqli elmlər üçün istifadə edilirdi. Hansı sahə ki, orada onu əsaslandırmaq üçün, onu izah etmək üçün ağla ehtiyac var, o sahə artıq nəyə daxil olurdu? Fəlsəfənin əhatə dairəsinə daxil olurdu. Ona görə filosof sözü və ya fəlsəfə sözü müsəlman dünyasında daha geniş mənada istifadə olunmağa başladı. Fəlsəfənin qollarına gəldikdə müsəlman alimlər Aristotelin bölgüsünü əsas alaraq fəlsəfəni 2 qola ayırıblar. Nəzəri fəlsəfə, əməli fəlsəfə. Dostlar, adından da göründüyü kimi, nəzəri fəlsəfə deyəndə orada əsas hansı mövzular müzakirə olunur? Nəzəri mövzular, teorik mövzular. Yəni, o mövzular ki, biz orada artıq düşünərək, təfəkkür edərək, məntiqi mülahizələr yürüdərək müəyyən nəticələrə varırıq. Əməli fəlsəfə deyəndə, əlbəttə, bunu mənası demək deyil, əməli fəlsəfədə düşüncə yoxdur. Xeyr, həm nəzəri fəlsəfədə, həm əməli fəlsəfədə zaten əsas rolu düşüncə, məntiq oynayır. Sadəcə olaraq nəzəri fəlsəfədə mövzular nəzəri mövzulardır, metafizik mövzulardır. Amma əməli fəlsəfədə metodologiya, əqli metodologiya olsa da, mövzular insan əməli ilə əlaqəli mövzulardır. Bir növ əxlaqla, yaşayışla, davranışlarla əlaqəli olan mövzulardır. Ona görə nəzəri, əməli fəlsəfə deyiləndə burada yanlış anlaşılmasın ki, tutalım nəzəri fəlsəfədə ancaq düşünürük, əməli fəlsəfədə düşünmürük. Xeyr, fəlsəfənin çünki bu mahiyyətinə ziddir. Düşünməmək, əqli arqumentlərin olmaması, əqli əsaslandırmanın olmaması. Fəlsəfə hər bir halda əqli əsaslandırma üslubunu bizə göstərir. Yəni fəlsəfədə biz nə edirik? Hər şeyi ağılla ölçürük, ağılla araşdırırıq, ağılla müəyyən nəticələrə varırıq. Sadəcə olaraq mövzular fərqlidir. Nəzəri fəlsəfədə ağlımızın araşdırdığı, insan ağlının araşdırdığı əsas mövzular metafizik mövzulardır, bir növ ontoloji mövzulardır.
Amma əməli fəlsəfədə daha çox bizim davranışlarımızla, əməllərlə əlaqəli olan mövzulardır. Nəzəri fəlsəfənin mövzusu müxtəlif yönləri ilə varlıqdır. Baxın, nəzəri fəlsəfə nəyi araşdırır? Varlığı, yəni ontologiyanı araşdırır. Ona görə burada əməl mövzusu müzakirə mövzusu deyil. Yəni biz varlığı araşdıranda bu bizim birbaşa davranışımıza təsir etmir. Çünki biz varlığı araşdırmaq istəyirik, varlığın xüsusiyyətlərini araşdırmaq istəyirik. Aydındır? Ona görə nəzəri fəlsəfə daha çox ontologiyanı araşdırır. Əməli fəlsəfə isə insanın əməl və davranışlarını müxtəlif aspektlərdən araşdırır. Məsələn, əxlaq fəlsəfəsini indi qeyd edəcəm. Əxlaq fəlsəfəsi bunun ən gözəl nümunəsidir. İnsan necə davranmalıdır? İnsan necə özünə fəzilətli sifətləri qazanmalıdır, müsbət sifətləri qazanmalıdır, necə rəzil sifətlərdən uzaq durmalıdır? Görürsünüz, bu bizim birbaşa davranışlarımızla əlaqəlidir. Ona görə əməli fəlsəfənin mövzusu nədir? İnsan davranışlarıdır. Və bunu yenə deyirəm, qarışdırmayaq. Həm nəzəri, həm əməli fəlsəfədə bizim əsas meyarımız ağıldır. Biz ağılla məsələləri araşdırırıq. İndi nəzəri fəlsəfə 3 hissədən ibarətdir. Hansı hissələrdir onlar? 1. İlahiyyat. Baxın, maraqlı ola bilər. İlahiyyat deyəndə daha çox teologiya nəzərdə tutulur, amma qədimdə ilahiyyat deyəndə bu fəlsəfə, özü də ali fəlsəfə nəzərdə tutulurdu. Nəyə görə? Çünki dostlar, müsəlman filosoflarının əsas məqsədləri nə idi? Allahın varlığını tapmaq idi. Onların əsas hədəfləri, məsələn, İbn Sina'nın kitabında oxusaz görərsiniz ki, İbn Sina nə deyirdir? Fəlsəfənin əsas məqsədi ilk səbəbi tapmaqdır. Allahı tapmaqdır. Əsas səbəbi tapmaqdır. Ona görə onlar özlərinə həm də nə deyirdilər? İlahi, mütəəllih deyirdilər. Niyə? Çünki bunlar fəlsəfəni bir növ ilahiyyatın, yəni bugünkü mənada teologiyanın isbatı üçün istifadə edirdilər. Yəni teologiyanın əsas mövzularından biri nədir? Allahın varlığı. Fəlsəfə də burada hansı rol oynayırdı? Onun əsas qayələrindən biri də eyni ilə teologiyada olduğu kimi ilk səbəbi tapmaq idi. Aydın, ona görə onlar ilahiyyata ali fəlsəfə deyirdilər. Çünki burada müzakirə olunan ən əsas mövzulardan biri də ilk səbəbi tapmaq idi. Bu cəhətdən fəlsəfə, yəni ontologiya, ilahiyyat adlandırdı. Burada sırf varlıq və onunla əlaqəli məsələlər araşdırılır. Bu bölüm də öz növbəsində 2 sahədən ibarətdir. Yəni ilahiyyat da 2 sahədən ibarətdir. Ümumi məsələlər, xüsusi məsələlər. Ümumi məsələlərdə dostlar, varlıq, onun xüsusiyyətləri, nə bilim, səbəb-nəticə əlaqəsi, əzəlilik, yoxluq və s. bu cür mövzular müzakirə olunur. Xüsusi məsələlərdə isə, məsələn, Allahın varlığı, məsələn, insan ruhu, məad, axirət aləmi, bu cür məsələlər müzakirə olunurdu. Deməli, nəzəri fəlsəfənin birinci qolu nə oldu? İlahiyyat oldu. İkinci qolu riyaziyyatdır. Buna orta fəlsəfə deyirlər. Üçüncü qolu nədir? Təbiətdir. Buna da nə deyirlər? Aşağı fəlsəfə deyirlər. Burada mən qeyd eləməmişəm, yadımdan çıxıb, təbiət yəni aşağı fəlsəfə, əl-fəlsəfətü suflə deyirlər. Aydındır, burada təbiət deyəndə təbii ki, indiki müasir dövrdəki kimi fizika, kimya, biologiyanı araşdırdığı kimi təbiəti araşdırmırlar. Xeyr, burada təbiətə aid müəyyən fəlsəfi mövzular araşdırırlar. Məsələn, hərəkət nədir, sükunət nədir, ruh nədir? Çox maraqlıdır ki, klassik fəlsəfə kitablarında ruh təbiət bölümündə araşdırılırdı. Əməli fəlsəfədə 3 hissədən ibarətdir. Dediyim kimi, əməli fəlsəfədə daha çox nə müzakirə olunur? Əsas bizim davranışlarımız. Və bu bizim davranışlarımız dostlar 3 müstəvidə müzakirə olunurdu klassik fəlsəfədə. Birinci müstəvidə biz ancaq özümüzün fərdi davranışlarımızı araşdırırıq. Birinci müstəvidə bu səpkidə müzakirə olunur bizim davranışlarımız. Bu əxlaq elmidir. Yəni mən necə edim ki, yaxşı sifətləri qazanım, pis sifətlərdən, rəzil sifətlərdən uzaq durum, necə edim ki, məndə dəyərlər formalaşsın, dəyərli insana çevrilim. Çünki insan yaxşı əməllərə yiyələnəndə, yaxşı xüsusiyyətlərə yiyələnəndə o dəyərli insana çevrilir. Pis sifətlərdən, pis əməllərdən uzaq duranda isə bu da yenə onun dəyərli insan olmasına kömək edir və pis sifətlərə yiyələnəndə isə bu artıq onun rəzil insana çevrilməsinə səbəb olur. Ona görə əxlaqda biz fərdi olaraq, fərdi müstəvidə bunu bəhs edirik ki, davranışlarımızı necə tənzimləyək. İkinci, evin idarəsidir. Evin idarəsində bu elə bir dairəni nisbətən biz genişləndiririk. Burada artıq ailə daxili münasibətlər, burada məsələn insan öz həyat yoldaşı ilə, öz uşaqları ilə, öz məsələn xidmətçiləri ilə davranışı müzakirə olunur. Sonra
pul necə qazanılır, necə hifz olunur, necə qorunur. İndi təsəvvür edin ki, o dövrdə həyat necə sadə idi, təhlükələr çox idi. Ona görə bunlar bu çərçivədə müzakirə olunurdu. Görürsüz, əxlaq elmindən nisbətən daha yuxarı bir səviyyədir. Çünki burada artıq əhatə dairəsi daha genişdir. Əxlaqda fərdi müstəvidə müzakirə olunurdu bu məsələlər. Evdə artıq bir kiçik bir cəmiyyət var. Üçüncü isə ölkənin idarəsi idi. Bu artıq siyasətdir. Aydındır. Burada artıq ölkə necə idarə olunmalıdır? Bu məsələ ilə əlaqəli məsələlər müzakirə olunurdu. Burada hansı məsələlər müzakirə oluna bilər? Məsələn, sistem, siyasi idarə üsulu, bunlar müzakirə olunurdu. Məsələn, hansı siyasi idarə üsulu cəmiyyət üçün daha idealdır? Aydındır. Sonra hakimin, yəni rəhbər şəxsin xüsusiyyətləri, hakim necə xüsusiyyətlərə sahib olmalıdır ki, o həqiqi mənada ölkəyə rəhbərlik etmək xüsusiyyətinə sahib olsun, ləyaqətinə sahib olsun və s. Burada da artıq bu səpkidə məsələlər müzakirə olunurdu. Görürsüz, fərddən başlayır əxlaq, evin idarəsi nisbətən kiçik cəmiyyət və ölkənin idarəsi daha böyük cəmiyyət olaraq bu mərhələli şəkildə əməli fəlsəfədə məsələlər müzakirə olunur. Bu fəlsəfə haqqında bizim bugün müzakirə edəcəyimiz ən primitiv, ən sadə mövzular idi. Ümid edirəm bizdə kiçik bir təsəvvür yarandı. Düzdür, hələ giriş mövzularımız tam bitməyib, davam edəcək. Amma bizdə ümumi olaraq fəlsəfə haqqında bir təsəvvür yarandı deyə düşünürəm. İnşallah növbəti dərslərdə növbəti mövzuları müzakirə edəcək. Bu gün bu qədər.